Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi gələcəyin media və audiovizual, həmçinin digər sahələr üzrə mütəxəssislərini yetişdirən bir məkandır. Burada tələbələr həm nəzəri biliklər əldə edir, həm də praktik bacarıqlarını inkişaf etdirirlər. İnkişaf yolunda bizə yol göstərənlər, şərait yaradanlar və dəstək olanlar var. Salam Kəmran müəllim. Salam. Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin gənc kadrlar yetişməsində rolu nədir? Məktəbimizin əsas rolu gələcəkdə mədəniyyət və sənətkarlıq sahəsi üçün peşəkar kadrların yetişdirilməsindən ibarətdir. Onu qeyd etmək istəyirəm ki, televiziya və kino sahəsində çalışan texniki əməkdaşların böyük əksəriyyəti bu məktəbin məzunlarıdır. Məktəbimizin İki böyük studiyası tələbələrin istifadəsindədir, hansı ki, tələbələr burada geniş təcrübə əldə edirlər. Mərkəzimizin gənc kadrların yetişməsi üçün fəaliyyət göstərən karyera mərkəzi var. Burada onlar öz inkişafları üçün xidmətlərdən istifadə edə biləcəklər. Daha sonra biz tələbələrimizi istehsalat təcrübəsinə göndəririk. Onlar orada həm iş təcrübələrini artırırlar, həm gələcəkdə işləyəcəkləri məkanlarla tanış olurlar və özlərini daha yaxşı göstərmək üçün inkişaf edirlər. Burada mərkəzimizdə tələbələrə yalnız nəzəri biliklər deyil, həmçinin sənət və yaradıcılıq baxımından zəruri bacarıqlar da aşılanır. Təcrübəli müəllim heyəti sayəsində nəzəri dərslər praktiki məşğələlərlə möhkəmləndirilir və real iş həyatına tələbələr hazırlanır. Mərkəz eyni zamanda müasir texnologiya və innovativ yanaşmalarla tədrisi zənginləşdirir ki, bu da gənclərin əmək bazarında daha rəqabət qabiliyyətli olmasına şərait yaradır. Tələbələrimiz öz sahələrində peşəkar kimi yetişir və mədəniyyət və sənət sahəsində ölkəmizin inkişafına öz töhfələrini verirlər. Adından da bəlli olduğu kimi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi televiziya və teatr sahəsində gənc kadrlar yetişdirir. Bu gənc kadrların yetişməsində müəssisədə çalışan əməkdaşların böyük rolu vardır. Salam Nərmin müəllim. Salam. Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin gənc kadrlar yetişməsində rolu nədir? Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi gənclər üçün parlaq bir yol, uğurlu bir cığırdır. Bu gün mərkəzimizdə xüsusi istedada malik gənclər yetişdirilir. İstedadlarına və qabiliyyətlərinə uyğun peşələrə sahib olan gənclər cəmiyyətdə mütləqdir ki, öz yerlərini tutacaqlar və bugünün parlaq gəncliyi sabah ölkəmizin inkişafına xeyir verən, töhfə verən gənclərə, kadrlara çevriləcəklər. Bu məqamda dəyərli bir kəlamı xatırlamaq tam da yerinə düşərdi. Konfutsi demişdir: sevdiyin işi görürsənsə, demək olar ki, yorulmursan, sadəcə zövq alırsan. İşim ən böyük sevgimdir. Bəli, bizim də ən böyük sevgimiz məhz peşəmiz, işimizdir və bu sevgini qarşımızdakı gənclərə, tələbələrə ötürməkdən böyük bir zövq alırıq. Mədəniyyət və Sənətkarlıq Bakı Dövlət Peşə Təhsil Mərkəzi ölkəmizdə olan ən unikal təhsil müəssisəsidir ki, media və teatr kino sahəsində yeganə ixtisaslı kadr hazırlayan peşə təhsil mərkəzidir. Və bu deməkdir ki, Mədəniyyət və Sənətkarlıq Bakı Dövlət Peşə Təhsil Mərkəzinin media sahəsinin kadrlar təminatında xüsusi yeri var. Və əsas da video operatoru, kinomontajçı, səs operatoru, media audiovizual texnologiyanın istismarı və digər ixtisaslar üzrə kadr təminatını həyata keçirir və ən böyük rolu odur ki, bu sahədə yeni kadrların yetişməsində, bu sahənin gəncləşməsində, yeni fikirlərin bu sahəyə gəlməsində böyük rol oynayır. Qısa bir statistika deyə bilərik ki, bizim bu profil üzrə bitirən tələbələrimizin demək olar ki, 60%-dən yuxarısı işlə, öz sahələrinə uyğun televiziya, teatr işlə təmin olunur. Bu deməkdir ki, artıq həmin Azərbaycanda istənilən televiziya, istənilən teatrda həm bizim mərkəzin öz rolu və öz məzunlarının yeri var və bu gedişatla, bu artımda Mədəniyyət və Sənətkarlıq Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunları Azərbaycan mediasının gələcəyini təşkil edəcək. Hazırda sizin təhsil aldığınız media və audiovizual texnologiyaların istismarı üzrə ixtisaslı kadrlar yetişir və bu ixtisaslı kadrlara çox bacarıqlı və təcrübəli pedaqoji kollektiv tədris aparır
gələcəkdə həm cəmiyyət üçün yararlı, gənclərimizin cəmiyyət üçün yararlı, vətən üçün layiqli bir vətəndaş olmasında və gənclərimizin bacarıqlı bir kadr olmasında böyük rolu vardır. Kadr 1, dubl 1. Biz gələcəyin media mütəxəssisləriyik. Təhsilimiz bizə yalnız nəzəri biliklər vermir. Real layihələr üzərində işləmə imkanı yaradır. burada biz kamera arxasında dayanmağı, montaj etməyi, səs yazmağı və yaradıcı düşünməyi öyrənirik. öz hekayəmizi danışmaq üçün lazım olan bütün alətləri əldə edirik. yazdığımız ssenariləri filmə çeviririk. Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Bizə gələcəyimizi qurmaq üçün möhkəm bir əsas verir.